Salam, bugün mən sizə yerin su təbəqəsi bölməsindən adalar və yarımadalar haqqında məlumat verəcəyəm. Biz bilirik ki, adalar dünya okeanında böyüklüyünə görə müxtəlif quru sahələri, yəni adalar yerləşir. Onlar materiklərin ölçülərinin daha kiçik olması ilə fərqlənir. Adalar mənşəyinə görə demək vulkan tipli, materik tipli və mərcan tipli mənşəli olmaqla 3 qrupa bölünürlər. Və biz bugünkü dərsimizdə həm materik mənşəli adaları, həm vulkanik mənşəli, həm də mərcan mənşəli adalar haqqında daha ətraflı məlumat verəcəyim. Burada təsnifatı haqqında əvvəlcə məlumatları göstərim. Sakit okeandakı adalar, Atlantik okeandakı adalar və burada materik tipli adalar və vulkanik mənşəli, mərcan mənşəli adalar haqqında daha ətraflı məlumat verəcəyim. Vulkan mənşəli adalar həm konvergent, həm divergent sərhədlərdə vulkan püskürməsindən yaranırlar. Materik mənşəli adalar yəni geoloji keçmişdə materikin bir hissəsi olmuşlar. Yəni tektonik hərəkətlər nəticəsində bəzi ərazilər enərək, demək, su altında qalmış, dəniz səviyyəsindən yuxarıda qalan quru sahələri, demək isə adaya çevrilmişdir. Və bir də mərcan mənşəli adalar. Mərcan mənşəli adalar mərcan poliplərindən ibarət olub, əsasən tropik enliklərdə yaranırlar. Və mərcanlar rif və atollardan ibarətdir. Və keçək adalarımıza bir-bir. Yeni Qvineya adası Qrenlandiyadan sonra dünyanın ikinci böyük adası, sahəsi 786.000 kvadrat kilometr, materik mənşəli adadır. Burada sahəsi daha ətraflı göstərilmişdir. 785.753 kvadrat kilometr, uzunluğu 2398 kilometr və adada əhalisi 11 milyondan çoxdur. Ölkə olaraq İndoneziya, Papua Yeni Qvineya və əyalətlər olaraq Papua, Qərbi Papua ərazi əyalətləri sayılır. Növbəti xəritədə göstərək və sonra yarımkürələr xəritəsində göstərərik. Saxalin adası. Saxalin adası Asiyanın şərq sahillərində ada, Rusiya Federasiyasının Saxalin vilayətinə daxildir. Baxın, burada daha aydın göstərilmişdir və indi böyüdülmüş şəkildə göstərim. Saxalin adası. Fikir versək, şərq hissəsində Tatar boğazı, cənub hissəsində Laperus, daha ətraflı məlumatları digər video dərslərimdə göstərmişdim. Qərb hissəsində isə Axot dənizi yerləşir. Saxalin adasının sahəsi 72.492 kvadrat kilometr, uzunluğu 950 kilometr, əhalisi 673.100 nəfərdir. Saxalin adasının adı demək anlaşılmazlıqdan yaranıb. Bu regionun xəritəsini tərtib edən fransız alimləri Saxalinin qərb sahillərinin Saxalin Anqaxata qeyd ediblər ki, demək bu da Monqol dilindən tərcümədə Qara dənizin ağzında qayalar deməkdir. Anton Pavlovich Çexov Saxalin haqqında öz yol qeydlərinə barədə yazırdı. Bu ada daha dəqiq Amur ağzı və ya hər hansı sıldırım qaya və ya burun adı ola bilərdi. Fransız coğrafiyacılar isə səhvən bunu adanın özünə aid ediblər. Axırda bu ad bütün xəritələrdə möhkəmlənərək özünü təsdiqləyib. Ölkə olaraq Rusiya ərazisinə məxsusdur. Burada qeyd olunmuşdur. 51 dərəcə şimal eni, 141 dərəcə şərq uzunluğunda yerləşir. Və ada haqqında burada məlumatları var. Rusiyanın ən böyük adası olan Saxalin adası Sakit okeanın şimalında yerləşir. Cənubunda Payasok bərdaxı yerləşir. Yaponiyanın 5/1 qədər ölçüsündə olan bu ada
Rusiyanın şərq, Yaponiyanın isə şimal sahilində yerləşir. Yerli sakinləri ayınlar, oroqlar və nifxlərdir. Və həmçinin burada 1995-ci il 28 may tarixində 7,5 bal gücündə zəlzələ nəticəsində Mektebodsk ərazisində 2000-dən çox insan ölümü baş verir. Tayvan adası. Tayvan adası demək Sakit Okeandan və Çinin şərq sahilindən 150 km uzaqlıqda yerləşən bir adadır. Beynəlxalq siyasi və iqtisadi baxımdan Çin Respublikasına aiddir. Sahəsi demək 36.178 kvadrat kilometr, uzunluğu 394 kilometr və əhalisi 23 milyondan çoxdur. Coğrafi koordinatları 23 dərəcə şimal enliyi, 121 dərəcə şərq uzunluğunda yerləşir. Ölkə olaraq Çin Respublikasına aiddir. Hainan adası Çinin cənubunda yerləşən ada. Adada eyni adlı vilayət yerləşir. Adanın və vilayətin mərkəzi Taykou şəhəridir. Sahəsi 33 min 26 kilometr. Yarım kürələr xəritəsinə fikir versək, Saxalin adası, Axot dənizi, Tatar boğazı, Laperuz boğazı, Hainan adası, Tayvan adası. Növbəti adalarımızı qeyd edək. Filippin adaları, Böyük Zond adaları və Kiçik Zond adaları. Böyük Zond adaları, Kiçik Zond adaları. Yeni Gvineya, burada göstərək, Yeni Gvineya adası. Böyük Zond adaları, Malay arxipelagına daxil olan adalar qrupu, Kiçik Zond adaları ilə birlikdə Zond adalarını təşkil edir. Ümumi sahəsi 1 milyon kvadrat kilometrdən çoxdur. Hündür nöqtəsi 4095 metrdir. Əhalisi 180 milyon nəfərdən çoxdur. İndoneziya, Bruney və Malaziya ərazisində əhatə edir. Böyük Zond adalarında olan Sumatra, Yava, Kalimantan, Sulawesi kimi iri adalar mövcuddur. Filippin adaları Cənub-Şərqi Asiyada ada dövlət. Filippin Sakit Okeanda yerləşir və ölkə qərbdən Cənubi Çin dənizi, şərqdən Filippin dənizi, cənub-qərbdən Sulawesi dənizi ilə əhatə olunmuşdur.
Şimaldan Tayvan, şimal-şərqdən Yaponiya, şərqdən Palau, cənubdan İndoneziya və cənub-qərbdən Malayziya və Bruney, qərbdən Vyetnam, şimal-qərbdən isə Çinlə su sərhədinə malikdir. Ən böyük adaları Luzon, Visay və Mindanao adalarıdır. Burada 7641 adadan ibarətdir. Ölkə olaraq Filippinin paytaxtı Manila şəhəridir. Yapon arxipelaqı Yaponiya ölkəsini təşkil edən adadan ibarət arxipelaqdır və Axud dənizindən şərqi Çinə və cənub-qərbdə Filippin dənizinə qədər Avrasiya qitəsinin Sakit Okean sahilləri boyunca şimaldan cənuba 3 ada qövsündən ibarətdir. Şimal-şərqi Yaponiya qövsü, cənub-qərbi Yaponiya qövsü və Ryukyu ada qövsü. Burada daha ətraflı göstərilmişdir. 36 dərəcə şimal eni, 138 dərəcə şərq uzunluğunda yerləşir. Ölkə olaraq Yaponiya ərazisidir. Yeni Zelandiya adaları burada göstərilmişdir. Yeni Zelandiyanın cənub adası, sahəsi 150.437 kvadrat kilometr, ən hündür nöqtəsi 3754 metrdir. Əhalisi 1 milyon nəfərdən çoxdur. Koordinatlarına baxaq. 43 dərəcə cənub enliyi, 170 dərəcə şərq uzunluğunda yerləşir. Şimal adası Yeni Zelandiyanın şimal adası, ən iri 2 adadan biri. Sahəsi 113.729 kvadrat kilometr, hündür nöqtə 2797 metr, əhalisi 3 milyon nəfərdən çoxdur. Coğrafi koordinatları 38 dərəcə cənub enliyi, 175 dərəcə şərq uzunluğunda yerləşir. Ölkə olaraq Yeni Zelandiya ərazisi sayılır. Adanın mərkəzində Yeni Zelandiyanın ən iri gölü olan Taupo gölü yerləşir. Əhalinin 76% şimal adasında yaşayır və paytaxtı Wellington şəhəridir. Tasmaniya adası Avstraliya materikinin 240 kilometr cənubunda Bas körfəzi ilə materikdən ayrılan İna adlı adada yerləşir. İnzibati ərazi bölgüsünə yaxın adalar King, Flinders və s. Ayrıca Macquarie adaları daxildir. Və ən iri şəhərlər burada qeyd olunmuşdur. Coğrafi koordinatları 42 dərəcə cənub enliyi, 147 dərəcə şərq uzunluğunda yerləşir. Ölkə olaraq Avstraliyaya aiddir.
Paytaxtı Hobart şəhəridir və həmçinin ikinci ən böyük şəhəri Launcestondur. Ən yüksək hündürlüyü 1617 metr ilə Ossa dağıdır. Sahəsi 90.758 kvadrat kilometr, əhalinin sayı 539.590 nəfərdir. 590 nəfərdir. Və Tasman yarımadasında nadir qaya birləşmələri tapıldı. Həmçinin bu adada Tasman yarımadası yerləşir. Cənub-şərq hissəsində Tasman yarımadası yerləşir. Bu kadar.
Coğrafi koordinatları 42 dərəcə şimal enliyi, 9 dərəcə şərq uzunluğunda yerləşir. Kipr adası. Kipr adası Aralıq dənizinin şərqində ada. Coğrafi baxımından ada Asiya qitəsinə daxildir. Misirdən 380 km, Suriyadan 105 km və Türkiyədən isə 75 km məsafədə yerləşir. Və şimalında Şimali Kipr Türk Respublikası 1974-cü ildə Türk ordusunun adanın şimalına nəzarəti götürməsindən sonra adanın cənubunda yerləşən və ada üzərində suveren hüquqları beynəlxalq birlik tərəfindən de jure tanınan Kipr Respublikası yerləşir. Böyük Britaniyaya aid dövlət hərbi bazı olan Akrotir və Dekeliya yerləşir. Sahəsi 9251 kvadrat kilometr, uzunluğu 225 kilometr, əhalisi 1 milyon nəfərdən çoxdur. Coğrafi koordinatları 35 dərəcə şimal enliyi, 33 dərəcə şərq uzunluğunda yerləşir. Şimali Kipr, Cənubi Kipr və BMT sülh məramlarının yerləşdiyi ərazi, Böyük Britaniya hərbi bazaları burada qeyd olunmuşdur. Krit adası. Krit adası Yunanistanın tərkibində Aralıq dənizində ada. Sahəsi 8,3 kvadrat kilometr. Əhalisi 537.200 nəfər təşkil edir. Ən hündür nöqtəsi 2456 metr.